Ermənistan Suriya yardım adı altında Türkiyə ilə sərhədini açdı. Sülh gündəliyi fonunda Ermənistanın Azərbaycan sərhədində təxribatlarının davam etdiyi bir vaxtda bu qərar gözlənilən idimi? Süjeti izləyək. Türkiyə-Ermənistan münasibətlərində son günlər ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşmanın məntiqi nəticəsi martın 21-də Ermənistan-Türkiyə sərhəddindəki Marqara nəzarət buraxılış məntəqəsinin açılması oldu. Məlum səbəblərdən 32 ildir bağlı olan Türkiyə-Ermənistan sərhəddi Ermənistandan Suriyaya humanitar yardım daşımaq bəhanəsi ilə ötən gün açılıb. Təbii ki, Ermənistan bu qərarı bir tərəfli qaydada verməyib, bunun üçün Türkiyə tərəfinin də razılığı var. Ermənistan Xarici İşlər Nazirinin müavini Van Kastanyanın Marqara sərhəd buraxılış məntəqəsinin açılmasına görə Türkiyəli həmkarına təşəkkür etməsi də bunu göstərir. Ermənistan və Türkiyə arasında sərhədin açılmasının detalları uzun müddətdir ki, müzakirə olunurdu və nümayəndə heyətlərinin çoxsaylı görüşləri nəticəsində əldə olunan razılıq bölgədəki bütünlükdə kommunikasiya xəttlərinin açılması, diplomatik əlaqələrin bərpa olunması və sülhün dayanıqlığı naminədir. Lakin bu xüsusda qardaş Türkiyənin mövqeyi dəfələrlə ifadə olunmuşdur. Azərbaycanın tələblərinin yerinə yetirilməsi Türkiyə üçün mühüm prioritet təşkil edir və nəzərə almaq lazımdır ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb və danışıqlar sülh müqaviləsini əhatə edən problemlər üzrə başa çatıb və hazırda Azərbaycanın tələbləri gündəlikdədir və Ermənistan konstitusiyasının dəyişdirilməsi, ATƏT Minsk qrupunun buraxılması məsələləri hələ də açıq qalır. Bu məsələlər öz həllini tapdıqdan sonra Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsinin imzalanması mümkün olacaqdır və geniş anlamda həm Zəngəzur dəhlizinin açılması, həm böyük coğrafiyada iqtisadi əməkdaşlıq münasibətlərinin formalaşması sülhü, təhlükəsizliyi və sabitliyi daha da dayanıqlı edəcək. Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi ilə bağlı gizli müzakirələrin arxasında Türkiyədə Ermənistana qucaq açmaq istəyən dairələr, qlobal imperialist qüvvələr, Biden-Blinken administrasiyası, Avropa İttifaqı, erməni lobbisi dayanırdı. Təəccüblüdür ki, artıq Biden administrasiyası yoxdur, amma Türkiyədə bu planı icra etmək istəyən anti-milli qüvvələr bu prosesi davam etdirir və müəyyən mənada istəklərinə nail olurlar. Bu qüvvələr Türkiyə rəhbərliyini bu cür yanlış addımlar atmağa razı sala biliblər. Bu isə Azərbaycan xalqını məyus edir və haqlı hiddət doğurur. Hesab edirəm ki, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması heç də diaspor təşkilatlarının, lobbist qruplarının qələbəsi kimi təqdim edilməməlidir və Türkiyə əleyhinə dünya erməniliyinin uzun illər ərzində, 10 illiklər boyunca hansı məkirli siyasət həyata keçirməsi də göz önündədir və burada sərhədin açılmasının heç də bir tərəfli qaydada Türkiyə-Ermənistan münasibətlərinin normallaşması kimi anlamaq olmaz və Türkiyə üçün qardaş Azərbaycanın da siyasi gündəliyi, mövqeyi mühüm prioritet təşkil edir və bu dəfələrlə də ifadə olunmuşdur. Diqqətdən qaçmamalıdır ki, bugün Azərbaycan Ermənistan qarşısında qoyduğu tələblərlə həm də Türkiyənin maraqlarını qoruyur. Bakı İrəvandan Azərbaycana qarşı ərazi iddiasını konstitusiyasından çıxarmağı tələb etməklə həm də Türkiyəyə qarşı ərazi iddiasını aradan qaldırmağı tələb edir. Türkiyəyə münasibətdə hər zaman bir millət, iki dövlət prinsipini əsas tutan Azərbaycan son yaşananlardan təbii ki, çox məyus və narahatdır. Ankara bunu yaxşı bilməlidir. Ankara onu da yaxşı bilməlidir ki, Ermənistan heç vaxt etibarlı tərəfdaş, ölkə qonşu olmayıb. Suriyaya humanitar yardım məsələsi bu prosesdə kamuflaj rolunu oynayırsa, belə yanaşma nə Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna, nə də Şuşa bəyannaməsinə iki ölkənin xarici siyasətdə birgə hərəkət etmək strategiyasına uyğun deyil.